Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər 9 nömrəli məktəbin uğuru çox ürəyə çandı. Məktəbin 9C sinif şagirdi Şaiq Abdullayev 9-cu sinif buraxılış imtahanından maksimum, yəni 300 bal toplayıb. Həmçinin o Respublika Fən Olimpiadasında riyaziyyat fənni üzrə qalib olaraq bürünc medal qazanıb. Bugün Şaiqin uğruna özü ilə bərabər bir çoxları sevinir. Mən üçün çox sevindirici bir haldır. Mənim şagirdimin maksimal bal toplaması, həm də Respublika Fən Olimpiadasında gümüş medal qazanması təkcə mənim üçün deyil, fən müəllimləri üçün, məktəb üçün bu bir sevindirici haldır. Hamımız çox sevinirik. Arzu edirik də ki, Şaiqin bu uğuru davamlı olsun. 11-ci sinifdə də maksimal bal toplayaraq ali məktəbə qəbul olsun. Şaiqlə yanaşı bizim sinifimizdə 200-dən çox bal toplayan şagirdlərimiz də var. Bu şagirdlərimizin də hədəfi 300 bal toplamaqdır. İnşallah ki, 11-ci sinifdə həmin şagirdlərimiz də yüksək nəticə əldə edərək maksimal balı əldə edərlər. Şaiq çox istedadlı, çox qabiliyyətli, çox talantlı bir şagirddir. Bizim onunla dəfələrlə söhbətimiz olduğu bir zamanda şagirdin elm üzərinə olan marağı, başqa bir vərdişlərdən kənar olmağı hər birimizin göz önündədir. Şagirdin bir marağı var, ancaq oxumaq, müəllimlərlə sıx təmasda, ünsiyyətdə olmaq. Şagirdin əhval-ruhiyyəsi çox sakit bir təbiətlidir. Əhval-ruhiyyəsi ancaq elmə köklənibdir. Həmyaşıdlarıma əsas məsləhətim odur ki, çətinliklərdən, imtahanlardan qorxmasınlar. Uğurun sirri sadədir, inanmaq və ardıcıl çalışmaq. Mənim də bu iki uğuru qazanmağımın arxasındakı səbəb səylə çalışmaq və səbir oldu. Şaiq müəllimlərinin dediyi kimi təhsilə çox bağlı şagirddir. Şagirdin dərsə həvəsini artıran, onların uğura imza atmasına şərait yaradan da məhz belə istedadlı müəllimlərimizdir. Bu məktəbin uğuru, həmçinin birincilər sırasında olması danılmaz bir faktdır. Bundan sonra da bu məktəbə bol uğur arzu edirik. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.